Salam değerli izləyicilər, bu şəxslərə 1600 manat verilir. Rəsmi məlumatı diqqətinizə çatdırıram. Videonu bəyənib paylaşa bilərsiniz və digər məlumatlar üçün burada üstəgəl işarəsinə toxunmağınız lazımdır. Değerli izləyicilər, cəza çəkməkdən azad edilmiş, yəni azadlıqdan məhrum etmə cəzasını başa vurmuş və tibbi sosial yardıma ehtiyacı olan şəxslərə dövlət tərəfindən müavinət verilir. Bu hüquq Azərbaycan Respublikasının vətəndaşlarına, ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, həmçinin digər ölkələrin penitensiar müəssisələrində cəza çəkib 3 ay müddətində Azərbaycana daimi yaşamaq üçün qayıdan vətəndaşlara şamil olunur. Müavinət yalnız penitensiar müəssisə tərəfindən verilmiş, cəza çəkməkdən azad edilməsi barədə arayış təqdim olunduqda təyin olunur. Müavinətin məbləği minimum aylıq əmək haqqının 4 misli, yəni 1600 manat təşkil edir. Sosial müavinət almaq hüququ olan şəxslərə bu ödəniş müraciət edildiyi tarixdən əvvəlki ən çoxu 3 il üçün verilə bilər. Bu addım cəza çəkməkdən azad edilmiş şəxslərin sağlamlığının bərpasına və cəmiyyətə yenidən uyğunlaşmasına dəstək məqsədi daşıyır. Qeyd edək ki, məlumatı Mətbuat Az saytı yayıb.